Salam, mən Mübariz. Bugün sizinlə birlikdə yenidən tarixdə bir günə qayıdacağıq. 5 iyun 1967-ci il. Səhər tezdən İsrail Hərbi Hava Qüvvələri eyni anda Misir, Suriya və İordaniyanın hava bazalarına zərbələr endirdi. Bu zərbələrdən sonra Yaxın Şərqin siyasi xəritəsi demək olar ki, dəyişdi. 6 gün davam edən müharibə dünya tarixinin ən qısa müddət davam edən ən böyük savaşlarından biri idi. Münaqişənin səbəblərinə bir nəzər salaq. 1948-ci ildə İsrail dövlətinin elan edilməsi ilə əslində Ərəb-İsrail münaqişəsinin əsası qoyuldu. İsraili əhatə edən qonşu ərəb dövlətləri onun müstəqilliyini tanımaqdan imtina etdilər. Demək olar ki, həmin dövrdən İsrail və onun qonşu dövlətləri arasında nə sülh, nə də müharibə şəraiti davam edirdi. Vaxtaşırı atəşkəs pozuntuları, Suriyadan İsrailə endirilən zərbələr və qarşı həmlələr. Karib böhranından sonra Sovetlər Qərblə açıq toqquşmadan çəkinirdi. Bununla belə Yaxın Şərqdə Sovet İttifaqı və Qərb ölkələri, xüsusilə ABŞ rəqabət içində idi. Qərb ölkələri ABŞ başda olmaqla İsraili dəstəklədiyi halda Sovet İttifaqı ərəb dövlətlərini və əsasən də Misiri dəstəkləyirdi. Həmin dövrdə Misirdə ərəb millətçiliyini önə çıxaran Cəmal Əbdülnasir hakimiyyətdə idi. Cəmal Əbdülnasir hakimiyyətə gəldiyi dövrdən ərəb millətçiliyini önə çıxarırdı. Bunun üçün o hətta Suriya ilə Birləşmiş Ərəb dövlətini də yaratdı. Lakin bu dövlət cəmi 3 il mövcud oldu. Bununla belə Suriya və Misir dövləti arasında müttəfiqlik əlaqələri qalmaqdaydı. Bununla yanaşı Sovet İttifaqı Misirlə çox sıx əlaqələr yaratmışdı. Assuan bəndinin tikintisini Sovet mühəndisləri həyata keçirdi. Sovet İttifaqı Misiri taxılla və digər ərzaq məhsullarından təmin edirdi. Amma ən əsası Sovet İttifaqı Misirə silah satırdı. 1967-ci ildə başlayan müharibəni tetikləyən səbəblərdən biri də 1956-cı ildə Cəmal Əbdülnasir tərəfindən Süveyş kanalının milliləşdirilməsi oldu. Süveyş kanalı milliləşdirildikdən sonra İsrail və onun ardınca Böyük Britaniya və Fransa Misrə hücum etdi və Sinay yarımadasını ələ keçirdilər. Lakin Sovet İttifaqının və ABŞ-ın təzyiqi ilə sonradan geri çəkilməyə məcbur oldular və bölgəyə Birləşmiş Millətlərin sülh məramlı qüvvələri yerləşdirildi. Və bununla da 1967-ci ilə qədər Misir və İsrail arasında Birləşmiş Millətlər Təşkilatının sülh məramlıları yerləşmiş oldu. Cəmal Əbdülnasirin fikri ərəb dünyasında lider olmaq idi. Bunun üçün o bütün ərəblərin arzuladığı Yahudiləri dənizə tökmək fikrini həyata keçirmək istəyirdi. Münaqişəyə aparan əsas səbəblərdən biri həmçinin 1967-ci ilin may ayında Sovet dezinformasiyası idi. Sovetlər belə bir şayiə buraxdılar ki, İsrail Suriyaya hücum edəcək. Suriya isə Misirlə müttəfiq əlaqələrində olduğundan dərhal bu haqda Misiri məlumatlandırdı. Belə olduqda Cəmal Əbdülnasir Misir qoşunlarını Sinaya yeritdi. Misirin həmin dövrdə çoxlu tankları var idi, Sovet İttifaqından alınmış və quru qoşunlarına görə İsraildən qat-qat üstün idi. May ayının 18-də Cəmal Əbdülnasir BMT sülh məramlı qüvvələrinin dərhal Sinayı tərk etməsini tələb etdi. Cəmal Əbdülnasirin bu tələbi BMT baş katibi Yutan tərəfindən qəbul edildi. Bunun ardından may ayının 22-sində Misir Əqəbə körfəzini İsrail gəmiləri üçün bağladı. Əqəbə körfəzinin bağlanması İsrail tərəfindən casus belli olaraq dəyərləndirildi. Tərəflər arasında münaqişə getdikcə qızışmağa başladı. Bütün bu baş verənlər fonunda may ayının sonunda ərəb dövlətləri İordaniya, Suriya və İraq İsraillə münaqişədə Misirin yanında olacaqlarını bəyan etdilər. İsrail mühasirədə qalmışdı. Bununla belə İsrail dilemma qarşısındaydı. Müharibəyə girmək, yoxsa diplomatik yollarla məsələni çözmək. Aydın məsələdir ki, Sovet İttifaqı Misiri münaqişəyə tətikləyən tərəflərdən biri idi. Misir ordusunda çoxlu Sovet təlimçiləri var idi. Sovet təlimçiləri düşünürdülər ki, müharibə əsasən quru döyüşlərindən ibarət olacaq. Məhz bunun üçün Misir çox sayda tank qoşunlarını Sinay yarımadasında cəmləşdirmişdi.
Misir ordusunu çoxlu sayda Sovet təlimçiləri döyüşlərə hazırlayırdılar. Hətta 1966-cı ildə bir neçə Sovet gəmisi, o cümlədən nüvə silahı daşıyan Sovet gəmiləri Misir sahillərinə yanaşdılar. Bununla yanaşı Sovet İttifaqının Müdafiə Nazirinin müavini Marshal Qreçko Qahirəyə gəldi və Cemal Abdülnasiri əmin etdi ki, Sovet İttifaqı daim Misirin yanında olacaq. Bununla da Misir nüvə çətiri altına alınmış oldu. Sovet hərbi təlimçiləri 1970-ci ilə qədər Misirdə qaldılar və Misir ordusunun qurulmasında iştirak etdilər. Lakin sonradan biz görəcəyik ki, Sovet təlimçilərinin bütün səylərinə baxmayaraq İsraillə 6 günlük müharibədə onların səyi heç bir nəticə verməyəcək. Bəs belə bir vəziyyətdə İsrail hansı addımları atdı? İsrail öncə məsələnin diplomatik yollarla həllinə çalışırdı və ilk mərhələdə Qərb dövlətləri tərəfindən İsrailin dəniz blokadasının qınanmasına nail oldu. ABŞ, Böyük Britaniya, Fransa və digər dövlətlər İsrailin dəniz blokadasını qınadılar. İsrail hökuməti sonadək tərəddüd edirdi ki, münaqişə hərbi yolla yoxsa diplomatik yolla nizamlansın. Hətta iyun ayının 3-də İsrailin Müdafiə naziri Moşe Dayan keçirdiyi mətbuat konfransında Yaxın Şərqdə tezliklə heç bir müharibənin olmayacağını bildirdi. Bununla belə artıq bir gün sonra İsrail hökuməti hərbi yola üstünlük verdi. İsrail hökuməti qərarı aldı ki, qəfil hücum həyata keçirsin. Misir İsrailin qurudan hücum eləyəcəyini gözləyirdi və bunun üçün Sinayda böyük quru qoşunları cəmləşdirmişdi. Lakin İsrail hərbiçiləri gözlənilmədən havadan zərbələr endirmək qərarına gəldilər. İyun ayının 5-i səhər saat 7 radələrində 40 İsrail hərbi təyyarəsi havaya qalxdı. Onlar gözlənilənin əksinə olaraq Aralıq dənizi istiqamətində hərəkət etdilər və bir müddət sonra radarlardan itdilər. İsrail hərbiçiləri niyə bu planı hazırlamışdılar? İsrail kəşfiyyatı müharibədən öncə çox yaxşı işləmişdi və onlar Misir hərbi qüvvələrinin iş qrafikini analiz etmişdilər. Belə ki, Misir hərbi dövriyyə təyyarələri səhər tezdən İsrail səmasında kəşfiyyat uçuşları həyata keçirdikdən sonra 7:40 radələrində bazaya qayıdır və ondan sonra hərbiçilər səhər yeməyinə gedirdilər. İsrail kəşfiyyatı bu məlumatların əsasında çox titizliklə bir plan hazırlamışdı. Məhz buna görə səhər saat 7:45-də İsrail təyyarələri Misir səmasında peyda olduqda Misir hərbiçiləri üçün bu gözlənilməz idi. Moked əməliyyatı başlamışdı. Moked əməliyyatının uğurunun bir neçə səbəbi var idi. İsrail hərbiçilərinin hazırladığı bu plandan hətta hökumət üzvlərinin belə xəbəri yox idi. Pilotlara isə hücum əməliyyatı haqqında yalnız səhər saat 4:25-də məlumat verildi. Beləliklə, cəmi bir neçə saat ərzində İsrail aviasiyası Misir hərbi bazalarını darmadağın etmişdi. İsrail təyyarələri Misir aerodromlarının eniş-qalxış zolağını darmadağın etməklə yanaşı 300-dən çox Misir təyyarəsini məhv etmişdi. Misir bu hücumu gözləmirdi. Bombardımandan cəmi bir neçə saat sonra İsrail quru əməliyyatlarına başladı və İsrail tankları Sinay yarımadasına daxil oldular. Misir ordusu qəflətən yaxalanmışdı. Baş verən hərc-mərclikdə Misir hərbi komandanlığı hansı qərar qəbul edəcəyini bilmirdi. Bununla belə Sinay yarımadasında Misir qoşunları İsrail ordusunun qarşısını kifayət qədər uzun müddət saxlaya bilərdi. Lakin Misir hərbi rəhbərliyinin və Cemal Abdülnasirin hökumətinin yanlış qərarları İsrailin hücumunu daha da sürətləndirdi. Baş verən panika Misir ordusunun sürətlə geri çəkilməsinə səbəb oldu. Baxmayaraq ki, Misir ordusu Sinay yarımadasında bir neçə xətti müdafiə yaratmışdı və İsrail ordusunun qarşısını hələ uzun müddət ala bilərdi. Misir hərbi komandanlığının geri çəkilmək əmri ordunun hərc-mərclik içində və pərakəndə şəkildə geri çəkilməsi İsrailin hücumunun sürətləndirdi. Misirin hərbi hava qüvvələrinin darmadağın olması öz rolunu oynamışdı. Həmin dövrdə Sovet İttifaqının Qahirədəki səfirliyində ateşi olaraq xidmət edən Sergey Tarasenko öz teleqramında yazırdı. Səhər tezdən Misir ordusunda xidmət edən Sovet hərbi məsləhətçiləri qəfildən səfirliyə gəldilər. Onlar pərişan idilər və hamısı bir ağızdan deyirdilər: Misir aviasiyası yoxdur. Kair West hərbi bazası tamamilə dağılıb. İsrail ordusunun Sinayda sürətli irəliləyişi və Misir ordusunun geri çəkilmə cəhdləri çoxlu sayda Misir hərbçisinin əsir düşməsinə səbəb oldu. Əsirlərin sayı o qədər çox idi ki, İsrail hərbi komandanlığı əsirlərlə nə edəcəyini bilmirdi. Belə olan halda İsrail hərbi komandanlığı
hətta üzməyi bacaran Misir əskərlərini azad edirdi ki, onlar Süveyş kanalını üzərək qarşı tərəfə keçsinlər. İsrailin belə sürətli uğur əldə etməsinin səbəblərindən biri də Ərəb koalisiyası arasında olan hərcməclik idi. Koalisiya arasında rabitə əlaqəsi demək olar ki, itmişdi. İordaniya İsrailə hücum etdikdən sonra İsrail qərb sahilini ələ keçirməyə başladı. İyun ayının 6-7-sində İordaniya cəbhəsində dönüm nöqtəsi oldu. İsrail qoşunları sürətlə qərb sahilini ələ keçirdilər. İyunun 7-sində İsrailin müdafiə naziri general Moşe Dayan Qüdsə köhnə şəhərə ayaq basdı. Onun ağlama divarı yaxınlığındakı şəkli bütün dünyanı dolaşdı. Müharibənin 4-cü günü İsrail qoşunları Sinay yarımadasını tamamilə ələ keçirdi və Süveyş kanalına çatdı. Misirin müqaviməti tamamilə qırılmışdı. Cəmal Abdülnasir atəşkəs tələb etdi. Bunun ardınca İsrail qoşunları Suriya cəbhəsinə yönəldilər. İyunun 9-u 10-u Suriya qoşunları geri çəkilməyə məcbur oldu və Qolan təpələri tamamilə İsrailin nəzarətinə keçdi. Suriya atəşkəsi qəbul etdi. 6 günlük müharibənin sonunda İsrail öz ərazisini 3 dəfə artırdı. Sinay yarımadası və Qəzza zolağı Misirdən alındı. İordan çayının qərb sahili və şərqi Qüds İordaniyadan. Suriyanın ərazisi olan Qolan təpələri İsrailin nəzarətinə keçdi. Müharibənin yekunu olaraq BMT Təhlükəsizlik Şurası 242 saylı qətnamə qəbul etdi. Qətnaməyə əsasən İsrail işğal etdiyi əraziləri azad etməli, Ərəb dövlətləri isə İsrailin müstəqilliyini tanımalıydılar. Eyni zamanda müharibənin yekunları olaraq Cəmal Abdülnasirin nüfuzu sarsıldı. Ərəb millətçiliyi ağır məğlubiyyətə duçar oldu. 1978-ci ildə Camp Daviddə İsrail və Misir arasında müqavilə imzalandı. Misir İsraili dövlət olaraq tanıdı. Əvəzində İsrail işğal etdiyi Sinay yarımadasını Misirə geri verdi. 1982-ci ildən Sinay yenidən Misir ərazisi oldu. 1981-ci ildə İsrail Qolan təpələrini ilhaq etdi. Bugünə qədər Qolan təpələri Dünya Birliyi tərəfindən Suriya ərazisi olaraq tanınır. Lakin 2019-cu ildə ABŞ Qolan təpələrini İsrail ərazisi olaraq tanıdı. İordan çayının qərb sahili və Qəzza zolağı bu gün də dünya siyasət məsasında öz həllini gözləyir.